Salamlar hər kəsə, bu Bir Marketin YouTube kanalıdır. Sizə bugün çox maraqlı bir brend haqqında məlumat vermək istəyirəm. Buna görə də videonu sona qədər izləməyi unutmayın və videonu bəyənib kanala da abunə olmağı unutmayın. Büpen Almaniya istehsalı olan körpələr və analar üçün hipoallergen kosmetik vasitələr brendidir. Bugün yeni analar tərəfindən bu qədər sevilən və bu qədər güvənilən brendin məhsulları haqqında ətraflı danışacağıq. Gəl başlayaq körpələr üçün duş gelindən. Bu gel doğulduğu gündən etibarən körpələrin dərisinə zərif qulluq üçün nəzərdə tutulub. Tərkibindəki çoban yastığı ekstraktı sayəsində dərini sakitləşdirir, qıcıqlanma yaratmır və gündəlik istifadəyə uyğundur. Bu isə uşaqlar və körpələr üçün şampunlardır. Doğulduğu gündən etibarən saçları və baş dərisi üçün yumşaq və zərif qulluq göstərmək üçün hazırlanıb. Gözləri qıcıqlandırmır, uşaqlar üçün tam təhlükəsizdir. Büpen Aquatouch nəm salfetləri 99% sudan ibarətdir. Tərkibində nə spirt var, nə də ətir. Dəridə qalıqlar qoymadan və qurutmadan körpələrin həssas uşaq bezi nahiyəsini, həmçinin əl və üzün həssas dərisinin yumşaq təmizlənməsini təmin edir. Növbəti çox faydalı məhsulumuz 200 ml həcmində körpələrin dərisinə qulluq üçün yağdır. Bu, körpələrin incə dərisini həm nəmləndirir, həm də qoruyur. Masaj və gündəlik istifadə üçün uyğundur. Körpələrin dərisini günəş şüaları altında təhlükəsiz və sağlam saxlamaq üçün Büpen SPF 50 kremini göstərmək istəyirəm. Uşaqların dərisini ultrabənövşəyi şüalardan qoruyur və hətta həssas dərilər üçün belə uyğundur. Ətirsiz və parabensiz formulaya malikdir, suya davamlıdır, asanlıqla çəkilir və qıcıqlanma yaratmır. Körpələrin bədənini nəmləndirmək çox vacib mərhələlərdən biridir və uşaqların rahatlığını təmin edir. Buna görə də bu məhsul haqqında mütləq danışmalıyıq. Körpələr üçün bədən südü. Dərini nəmləndirir və qoruyur. Gündəlik istifadə üçün uyğundur və təbii qulluq edici komponentlərdən ibarətdir. Hər gün istifadə edilən məhsullardan 100 qramlıq körpə sabunu. Körpələrin dərisini zərif və yumşaq şəkildə təmizləmək üçün hazırlanıb. Aqressiv maddələr ehtiva etmir və gündəlik istifadə üçün uyğundur. Anaların ən çox diqqət yetirdiyi bezaltı kremi də göstərməsəm olmaz. Bu, körpənin dərisini qıcıqlanma və isilikdən qoruyur, yumşaq və etibarlı qulluq təmin edir. Bu, hər ananın çantasında mütləq olan məhsullardan biridir. Körpələrin incə və nazik dərisini gündəlik olaraq qorumaq və nəmləndirmək üçün xüsusi hazırlanmış badam yağlı krem. Bitki mənşəlli yağlar və vitaminlərlə zəngindir. Ona görə də dərinin təbii nəm balansını bərpa edir, quruluq və qıcıqlanmanın qarşısını alır. Teksturası yüngül olduğu üçün tez sorulur və bədəndə yapışqan hissi yaratmır. Üz və bədən üçün uyğun olan bu krem sabunsuz, pH balanslı, hipoallergen tərkibə malik olduğu üçün hətta ən həssas dərilər üçün belə təhlükəsizdir. Burada belə ikisi birində çox faydalı bir məhsul var. Bu, üz və bədən üçün soft körpə kremidir. Bu, balacalarımızın incə dərisini həm nəmləndirir, yumşaldır və təbii ki, qoruyur. Daha ikisi birində məhsul. Büpen şampun və çinmək üçün vasitə. Zərif körpə dərisini və nazik saçlarını ehtiyatla təmizləyir, dərini qurutmur, əksinə nəmləndirir. Təbii dəri baryerini qoruyur və həssas körpə dərisini sakitləşdirir. Hər ananın əlinin altında olmalı olan daha bir məhsul, sos pudrası. Artıq nəmi udur, dəridə xoş, təravətli və quru bir hiss yaradır. Təbii formula həssas dəri sahələrini, məsələn, qatlanma və qoltuqaltı kimi bölgələri qızartı, qıcıqlanma və sürtünmədən qoruyur və hətta rahatladıcı təsiri sayəsində böyüklərin dərisinin qulluğunda da istifadə oluna bilər. Beləliklə, Almaniyanın möhtəşəm Büpen brendinin məhsulları ilə yaxından tanış olduq. Bütün bu məhsulları təbii ki, Bir Marketdən sifariş edə bilərsən.